Lənkəranda Bakı Slavyan Universiteti ilə Lənkəran Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə xarici dil müəllimlərinin 3-cü regional forumu keçirilib. Müasir tədris yanaşmaları üçün mühüm platforma rolunu oynayan tədbirdə xarici dil tədrisinin aktual problemləri, innovativ metodların tətbiqi və müəllim hazırlığı keyfiyyətinin artırılması məsələləri geniş müzakirə olunub. Qeyd edilib ki, belə görüşlər ümumtəhsil məktəblərində çalışan müəllimlərin müasir dövrün tələbləri və ehtiyac duyulan bilik, bacarıqlarla bağlı fikirlərin öyrənilməsi cəhətdən çox önəmlidir. Forumun məqsədi ümumtəhsil məktəblərində çalışan xarici dil müəllimləri ilə xarici dil müəllimliyi ixtisası üzrə qarşılıqlı duran məsələlərin müzakirə olunmasından ibarətdir. Həm siniflərdə müəllimlərin ehtiyac duyduqları pedaqoji məsələlərlə bağlı müzakirələrin aparılması, onlara təlim texnologiyalarının, ümumilikdə resursların nədən ibarət olmalı olduğu ilə bağlı müzakirələrin aparılmasından ibarətdir.